Gözəl insanlar, hər vaxtınız xeyir olsun. Mənim adım İlkindir. Telegram, TikTok və YouTube'dakı kupon kanallarının admini. Deməli, çox qısa bir video çəkmə niyyətindəyəm. Hətta özümü bunun üçün hazırlamışam. Çünki texniki məsələlərə, statistikaya, nə bilim, çox belə dərinə getməyə niyyətim yoxdur. Niyə? Bir, video daha tez yüklənir. İki, siz daha rahat baxırsınız. Ona görə burada da xüsusi bir effektlər, nə bilim, fotolar falan gətirməyə ehtiyac yoxdur. Eyni dildə danışırıq. Komandaların adını siz də bilirsiniz, mən də bilirəm. Gəlin yoxlayaq, məsələn. Darmstadt, hamı aydın eşidir. Fürth, hamı aydın eşidir. Everton. Məncə burada foto falan, yəni belə bir zəngin gündə ehtiyac yoxdur. Link, Telegramın linki aşağıda, saytımızın linki aşağıda, VIP qrupun nömrəsi aşağıda. Üçündə də hamısında qulluğunuzdayıq. Deməli, bu da dördüncü platforma, bir də TikTok var. Bu arada yeni TikTok layihəmiz var. Orada sırf futboldan danışırıq. Marafon da adı. M-A-R-A-F. Onu da belə yazmışıq. Orada sırf futboldan. Mərc falan deyil. İzləsəz sevinərəm. Axırıncı iki videomuza çox böyük bir bəyəni gəlib, izlənmə gəlib. Hamıya da təşəkkürümü bildirirəm və sağlam düşüncəli insanlar çoxdur. O məni daha çox sevindirir. Dostlar, deməli, Rize Sivas oyununu yazdım, qoydum kənara. İzləyəcəyik. Deməli, keçən dəfə oyundan qabaq demişdim, deməyəcəm. VIP qrupda bir nəfər yazdı ki, türklərə girib yandırmayanda bir tər oluram. Ona görə də attım. Ən azından onlar datanı gördü və bilirlər, şahidlər ki, Sivas 3-5-3 qələbə gəldi, düz gəldi. Düzdür, yox, qol ehtimalı çox yüksək idi, amma Adana vurdu. Adanadan da buraxdı Sivas, rahatlığından dolayı. Bugün də Rize Sivasla erkən seansda oynayır. Yazıb qoymuşam kənara, elə belə yoxlayacam bir dənə də. Hə, bu da düz gəlsə, çünki tam mən istəyən ideal əmsal dəhlizi deyil. Gedirəm Bundesliga 2 ilə başlayaq. Darmstadt Fürthlə oynayır, dostlar. Greuther Fürthlə oynayır. Burada belə bir şey var. Bundesliga 2 üzrə 3 dənə oyun çıxır. 1-1, 3-4, 0-3. Qonağın bir topuna 1.30 verir. Dostlar, çox maraqlıdır, qəşəngdir. Məncə götürmək olar. Bu bir. Çıxan hesablara baxın, Fürth uduzmaz kimi görünür. Amma mən bu risklidir də, buna çox adam oynamaz. 2-5 üstü məncə var oyunu. Mən qol-qoldan daha çox. Dünən Espanyolun oyunu, Espanyolun oyununda deməli, tam tərs bir ssenari getdi. Görürsünüz, o cür oyunlar belə üstə gedə bilir. Yəni, bir tərəfli üstə gedə bilir. Ona görə də bu qol-qol sevdasından məncə vaz keçmək lazımdır. Hə, 1-1-də qalacaqsa onu yatırıq da, o hamı bilir onu. 1.67-dir, dünən mən baxanda buraya yazmışam. 2.500, 1.67. Hə, time'da qolu güdün dostlar burada. Mütləq şəkildə time'da qolu güdün. Kim vurar, Allah işin aman diləsin. Oturursunuz, erkən seansda baxırsınız. Bunu heç bir ana kupona qoymarıq. Məncə Everton Arsenal'a bir dənə tıkladacaq. Çünki Everton, keçən dəfə də izah eləmişdim ki, Liverpool'dan handikap yeməz. Yeməz. Bu komandanın səfəri də, içi də, çölü də bəllidir. Evində də Everton necə oynayır, özünüz görmüsünüz. Goodison Park'da. Arsenal'da da bu Magalhaes də yoxdur deyə, keçən dəfə də paylaşmışdım Telegramda. Biraz burada problem yaşaya bilərlər. Çünki inanılmaz bir baskılı, orta xətti, duran, gözləyən müdafiəsi hesabdan asılı olmayaraq nadir hallarda cinahlar işləyir. İşləyəndə də balanslı işləyirlər və çox təhlükəli, küllərindən doğan bir betosu var öndə. Və Moyes komandanın kimyasına bələd olan bir adam kimi, Arsenal kimi rəqibə qarşı, belə deyək də, bu Liverpool-London derbisidir və bir dənə qol, yaxşı da bir əmsalı var, 1.60, 4 Everton'un bir qolu. Götürərəm, çəkərəm qırağa. Belə, əmsallarla mən dünən baxdım, o qədər də heç 1.30 məncə yox idi. 2 fora evə verəcəm və ev udur. Elə bir şey yox idi. Baxmayaraq ki, proporsional açılış əmsalları, yəni əmsalların açılış proporsiyaları elədir ki, belə baxanda deyirsən ki, buna 5 necə açılıbsa, yəqin ki, şeylərdə Everton'un 2 fora ilə udmağına nəsə verər, yox, vermədi. Uduzmaz Everton, oynamaq istəmirəm. Bir topu götürüb çəkiləcəm qırağa. İnşallah time'da zətdə vurar, söhbət dağılışarıq. Belə. Bochum Stuttgart. Deməli. Bu, yadınızdadır, bunu bir dəfə də mən sizə demişdim. Bochum bu liqada, evində ən çox time'da qol vuran komandalardan biridir. Bunu ancaq canlıdan. Bax, bu gəlsə belə, 1.90 əmsaldır. Mən burada çıxıb deməyəcəm ki, bəlkə də sevincimizi bölüşmək üçün paylaşarıq ki, qəşəng bir çətin oyundan çıxdıq, yaxşı çıxdıq, üzal çıxdıq. Amma dostlar, Stuttgart'ın nə oynadığını bildiyimiz kimi, siz də bilirsiniz yəqin ki, bilən bir adamlar kimi. Stuttgart ki, çox öndə oynayır. Məncə, Bochum evində riskə gedib time'da vurar. Bochum görmüş axır vaxtda çox artırıb. Bochum evində time'dən çox qol vuran komandalardan biridir. Gəlsə də mən durub bunu paylaşmaram ki, qardaşımız görün nəyi tutdu.
Yəni bunu sırf canlıdan sizə pas vermək üçün dedim. Bu bizim YouTube analizlərim məncə digərlərindən fərqli də odur. Ona görə sevə-sevə izlənilir ki, qardaş, bu adam mənə canlı üzünə paslar verir, nə bilim başqa məsləhətlər də verir. Freiburg Dortmund. Burada çox maraqlı bir metrika var. Əmsallarla falan heç nə çıxmır. Bunların son 6 oyunu, şəxsi oyunu öz aralarındakı qol ortalaması 4.83 olub. Dostlar, bunu qarışdırmayaq. Bu o demək deyil ki, hər oyunda 4-dən yuxarı top vurulub. Bu o deməkdir ki, məsələn, 3 top burada olub, 6 top burada olub. Qarışdırırsan, orta riyazi hesablamadır bu. Bölürsən 6-ya olur 4.83. Götürüb bölə bilərsiniz. 2-5 üstü 1.70-dir. Ağlınıza batırsa götürə bilərsiniz. Oxşadıram çünki burada Dortmund işi pozan tərəf ola bilər. Heidenheim Bayer Leverkusen. Burada bütün dünya Bayer Leverkusen 2 topuna getdiyi bir vaxtda mən də götürəcəm 8-5 üst kornerimi çəkiləcəm qırağa. Ağlınıza batırsa götürə bilərsiniz. Çünki Heidenheim Leverkusenlə mən bəzi analizlərə baxdım. Heidenheim yaxşı, okey, oynasa belə biraz balansı qoruyaraq oynayan komandadır. O durub 90 metr öndə oynayan bir müdafiə xətti yoxdur Heidenheimin. Bu yanlış fikirlərdir. Dünən məsələn Genoa'nın oyununa dedim ki, Genoa hər hansı bir hissəni udacaq. Genoa özü ən çox qol ikinci time. VIP qrupa verdiyimdə birinci hissə 0-0, ikinci hissə 1-0. Big win deyirlər ona. Çünki komandanı tanıyıram. Belə, Leipzig-Hoffenheim oyununa, burada da məşqçi təyin olunmayıb deyə Leipzigə tam hələ də güvənmirəm. Çünki sistem pozğunluğu yarana bilər burada hələ də. Daha doğrusu o sistem pozğunluğunun davamını biz yenə də burada müşahidə edə bilərik. Burada əmsallarla çox qəribə bir şey çıxır. 2 dənə 1-1 çıxır Bundesligadan. Deməli, oxşadırsınızsa, Hoffenheim bir topu 1.34'dür. Mən qol-qol oxşadıram oyunu. Yəni, istəyir Leipzig 4 dənə vursun orada. Hoffenheim bu Leipzigə tutar, bir dənəsini vurar. Çünki Leipzigin biz hamımız gördük ki, söhbət təkcə Roze'dən getmir. O müdafiədəki boşluqlar təkcə Roze ilə bağlı deyil. Qol-qolu götürəcəm burada. Ağlınıza batırsa oynaya bilərsiniz. Mainz-Holstein Kiel isə gəlin buna, bu əmsallarla çıxan bir şeydir, amma ağlınıza batırsa, qonağın bir topu 1.51 əmsaldır. 0-1-0-2, bir dənə də 1-2 hesabı çıxır. Holstein Kiel utsa 6.70 əmsaldır dostlar. Bu dəli bir şeydir də, bunu niyə yoxlamayazdan? Həm sistem kupona, bir maddi kupona qoymaq olar da. Mən bu oyunu, amma şəxsi düşüncəm nədir? Mən bu oyunu alt görürüm. Yəni 3-5-6 ən azından görürəm, çünki onun əmsalı da var. Hə, oyun partlayacaqsa, yəni çünki Holstein Kiel ən effektiv hücum edən komandalardan biridir. Amma sonra elə qapanır. Amma Mainz da mən sizə demişdim, kollektiv hücum, kollektiv müdafiə olunan komandadır. Oxşar sistemlər həmişə problem yarada bilər və o altı verə bilər. Bugün gəlməsə də siz bunu həmişə izləyə bilərsiniz. Belə. Leipzig-Hoffenheim'i dedim. Crystal Palace Brighton oyunundan da, burada da günün ən gözəl qol-qol oyunlarından biridir məncə. Belə tam da belə bir-birli oyuna oxşuyur əslində. Bilməm, çox əslində Crystal Palace-dan dolayı biraz qərizə oyundur həqiqətən də. Ipswich Wolverhampton oyununda isə bu da metrika ilə olan bir şeydir. Birinci hissədə bir top 1.30 əmsaldır, misli də. Etopazda bu əmsal 1.40 falan civarındadır. Deməli, bunu canlıdan mütləq şəkildə dəyərləndirərsiniz. Wolverhampton'ın 18 səfər oyunundan 17-sində birinci hissədə ən azı bir qol vurulub, ən azı. Sözü önəmlidir burada. Bugün vurulmasa belə. Necə deyərlər, bunu həmişə bir izləyicimizin sözü ilə deyək də bunu. Bugün bunun çörəni yeməsək də, böyük distansiyada bunun həmişə çörəni yiyəcək. West Ham Bournemouth. Burada da West Ham'in canlıdan bir topunu gözləyib götürmüyorlar. İndi əmsalı yoxdur. Niyə görə? Çünki West Ham'a niyə belə böyük əmsal açılıb? Rəqib Bournemouth olsa belə. Qəribədir. Evin topunu, West Ham'in topunu şişirib götürmək lazımdır burada. Əmsalı gözləmək lazımdır. Hal-hazırda əmsal yoxdur. PSG Angers oyunu isə günün hesab təxmini olsun. 4-0, 3-0'a çox oxşuyur. Bazar partlasa da. Çünki gəlsə bu hesab, ya 3-0 ya 4-0 gəlsə, mənə yazın ki, abi söz vermişdin YouTube'da, bax sözü verirəm. Nə idi o? Yaz sən Allah, biz də görək. Mən də atım sizə. Yəni, nə çıxır, hansı oyun əmsallarda, onu sizə deyəcəm. Bir bu oyunu, bir də başqa bir oyun deyəcəm sizə indi. Antalya Samsun oyununda yazıb qoymuşam kənara. PSG-nin 2 foru ilə qələbəsi yeri gəlmişkən. PSG-nin 2 foru ilə qələbəsi 1.64'dir.
Ancaq biraz çox dibdədir. Dibdə olan komandalarla ehtiyat edən. Burada oynayırıqsa, məsələn, Holstein Kiel qələbə, PSG-nin dəqiq hesabı təxminən belə bir şey atmaq olar ortaya. Antalya Samsun oyunun əmsallarında yazıb qoymuşam kənara. Werder Bremen, Eintracht Frankfurt. Burada artıq keçən dəfə də bunu dedim və uğurlu oldu deyə bunu yəni xeyli sayda insan da mənə yazdı deyə geri dönüş olaraq. Bu oyunun mütləq xəbərdarlığını sizə verməliyəm və hansı oyunun əmsalları da onu da deməliyəm. Deməli, keçən həftə yadınızdadır, München Gladbach Leipzig oynayırdı, düzdür? Onda sizə demişdim ki, bu Freiburg Leipzig oyunun əmsallarıdır, 0-0. Bu oyun ya 6 ya yox qoldur. Böyük ehtimalda X tutar bilər və belə bir şey dedim də, indi 0-0-ın əmsalları idi. Orada yəni mən demədim X, dedim 6-dır, yox qoldur. Bu çox qəliz oyunda uzaq durun. Düzdürmü? Xəbərdarlığımı eləmişdim. Hamı üst oynamışdı bu oyuna. Hamı. Neçə nəfər də mənə yazdı ki, abi gələrmi? Dedim valla belə çıxır. Həmin oyunun əmsallarıdır dostlar. Gəldi Gladbach Leipzig oyunu necə qutardı? 1-0. Yox qol alt, düzdürmü? Bu gün bilmirəm, həmin əmsalları yenə də Werder Bremen Eintracht Frankfurt oyununa açıblar. 3-5-6 oynamağa da adamın əlli gəlmir. Çünki bir tərəfdə Bremendir, bir tərəfdə Frankfurtdur. Mən deyirəm ki, bu oyundan uzaq duraq dostlar. Sakitcə çipsimizi qoyaq qabağımıza izləyək, əgər verirlərsə. Məsələn, mən Setantıdan izləyirəm. 3-5-6-1-52-dir, amma mən 6 oynamağı sevmirəm, siz də oynamağı sevmirsiniz. Gəlsə belə, yəni Allah eşqinə. Gəlsə uzaq başlayıram ki, dostlar, mən xəbərdarlıq eləmişdim. Dinlədirsə nə xoş mənə. Oyun yoxdur, sizə gedin oynayın da. Monaco Brest oyunu ilə də yəqin ki, artıq yekunlaşdırıram. Bu da olsun. Bunu Monaco özünün Brest Monaco deməli liqada bu maraqlı bir metrikadır. İkinci hissədə vurduğu qollarla ən çox xal yığan komanda Monacodur. Bu qəşəng bir metrikadır. Ən çox qol ikinci hissə oynamağa da biraz adam ehtiyat edir çünki Brest var. Brestin taymlarında bilsə nə baş verir? Monaco'nun özü ən çox qol ikinci hissə oynamaq olar burada. Ağlınıza batırsa böyük əmsaldır bu. 2-dən yuxarıdır. Çünki ən çox qol ikinci hissə ümumiyyətlə ortalığa 1.97-dir. Bu bizə əcaba 1-dən 2 demək istəyirmi bu oyun? Elə-belə bunu da yoxlaya bilərik. Belə dostlar, prinsipcə mən yekunlaşdırdım mı? Hə, yekunlaşdırdım. Heç nə qalmadı. Uğurlar, Allah'a əmanət olun. Nə yaxşı ki varsınız.